Bu, Hashimoto xəstəliyinin riski ola bilər. Analiz yalnız bədənin mənə bax xəbərdarlığını deməkdir. Mənim və həmkarlarımın dəfələrlə danışmasına baxmayaraq, yenə antitepo yüksəkliyindən çoxlu suallar gəlir. Antitepo analizdə yüksək göstərirsə, bu çox adamı həyəcanlandırır və qorxuzur. Amma əsas həqiqət odur ki, antitepo xəstəlik deyil. O, mövcud bir prosesin göstəricisidir, markeridir. Antitepo bədənin xəstəliyə qarşı, tiroiditə qarşı antijisim hazırladığının göstəricisidir. Yəni bu, Hashimoto xəstəliyinin riski ola bilər. Amma hər yüksək antitepo da Hashimoto xəstəliyi demək deyil. Ən vacib sual odur ki, tiroid funksiyası necədir? Yəni, əgər tiroid hormonları TSH, sərbəst T4 və T3 hormonları normaldırsa, bədən hələ də kompensasiya edə bilir və bunun üçün xüsusi bir müalicəyə gərək yoxdur deməkdir. Amma prosesin izlənməli olduğunun göstəricisidir. Çünki zamanla tiroid funksiyası da azala bilir və bu zaman daha bir sual gəlir. Dərman lazımdırmı? Cavabı isə xeyr. Əgər tiroid funksiyası normaldırsa, antiteponun yüksəlməsi heç bir müalicə tələb etmir. Bunun üçün xüsusi bir diyet növü də yoxdur. Əsas etməli işimiz mütəmadi olaraq endokrinoloq qəbulunda olmaq və tiroid funksiyasını izləməkdir. Yanaşı olaraq D vitaminini, qan analizi markerlərinə də baxmamızda, həmçinin stress hormon balansını tənzimləmək üçün normal yuxu və sağlam qidalanma nəzarətdə olmalıdır. Panika yox. Analiz yalnız bədənin mənə bax xəbərdarlığını deməkdir. Yəni bu analizi görürüksə, heç bir özünüz haqqında hökm oxumadan endokrinoloqa yaxınlaşmanız və sizə uyğun müalicə planının hazırlanması mütləqdir. Özünüzə yaxşı baxın və bu videonu qohum qardaşına zobun var deyə haraysalan qohumlarınıza, yaxınlarınıza göndərməyi unutmayın. Sağ olun.